Qətiyyət insanın sahib ola biləcəyi ən güclü xüsusiyyətlərdən biridir. Həyatda bir çox insan qarşısına hədəf qoyur və bu hədəf üçün hər gün çalışmağa başlayır. Və bir müddətdən sonra isə artıq onlar çalışmaq istəmirlər. Çünki başlanğıc mərhələdə böyük xəyallar qurmaq, planlar hazırlamaq, ilk addımları atmaq başlanğıc mərhələdə çox asan kimi, çox həyəcanlı kimi görsənə bilər. Amma bir müddətdən sonra artıq böyük çətinliklər yavaş-yavaş yaranmağa başlayanda isə bir çox insan artıq dayanmaq qərarına gəlir. Çünki bu böyük çətinliklər insanı artıq yavaş-yavaş geriyə doğru çəkməyə başlayır. Yəni onlar öz zehinlərində bu çətinlikləri heç vaxt keçə bilməyəcəklərini düşünürlər və tez bir zamanda geri çəkilmək məcburiyyətində qalırlar. Amma həqiqətən də qətiyyətli olan insanlar isə, yəni bu qətiyyətli xüsusiyyətə sahib olan və bu qətiyyətli xüsusiyyəti istifadə edən insanlar isə tez bir zamanda bu çətinlikləri keçmək üçün hər gün çalışmağa davam edirlər. Və tarixdə uğur qazanmış insanları digərlərindən fərqləndirən xüsusiyyətləri isə onların daha ağıllı olması deyildi. Onlar heç vaxt dayanmırdılar. Onlar düzdür, səhvlər edirdilər, bəzən qorxurdular, bəzən heç bir addım atmaq belə istəmirdilər. Amma onlar öz qətiyyət xüsusiyyətindən istifadə edərək hər gün daha da disiplinli bir şəkildə çalışmağa başladılar. Və mən videonun qabaqçı dəqiqələrində qətiyyət ilə disiplini bir-birindən ayıran, yəni onların fərqini sizlə bölüşmüş olacağam və ümid edirəm ki, bu mövzu həqiqətən də sizin üçün faydalı olmuş olacaq. Və sizinlə bunu da bölüşmək istəyirəm ki, qətiyyət bir insanın özünə verdiyi sözü tutması deməkdir. Yəni tək olduğu zamanlarda belə, heç kim onu görməyəndə belə, heç kim onu dəstəkləmədiyi anda belə, əgər ki bir insan qətiyyət xüsusiyyətindən istifadə edib, hər gün çalışırsa, bu həqiqətən də onun üçün çox böyük bir fürsət yaranmış olur. Çünki bir çox insan çətinlik qarşısında artıq geri çəkilmək məcburiyyətində qaldığına görə artıq onların özünə olan inamı yavaş-yavaş azalmağa başlayır. Amma qətiyyətli olan insanlar isə hər gün davam edərək özlərinə olan inamını, öz güvənlərini yavaş-yavaş artırmağa başlayırlar. Və bu təbii ki, həqiqətən də bir insan uğur qazanması üçün ən mühüm vacib qaydalardan biridir. Həyatda böyük uğurlar çox vaxt böyük addımlardan deyil, kiçik addımların təkrarlanmasından yaranır. Və ilk günlər çalışmaq asandır. İlk həftə çalışmaq mümkündür. Amma bir ildən sonra artıq bu şeyi davam etdirmək, yəni çalışmaları davam etdirmək qətiyyət tələb edir. Və bu müddətdən sonra, bir ildən sonra artıq bir nəticə əldə etmədikdən sonra artıq bir çox insan dayanmaq qərarına gəlir. Çünki onlar tez bir zamanda nəticə əldə etmək istəyirlər. Və sizə də bunu söyləmək istəyirəm ki, uğur qazanmaq tez bir zamanda məqsədə çatmaq deyil, bu məqsədə çatan yolda çətinlikləri keçərək formalaşmaqdır. Və bu çətinlikləri keçmək üçün isə bir insana qətiyyət lazımdır. Və burada da vacib bir məqam ortaya çıxır. Qətiyyətli insanlar uğur qazandığı üçün davam etmir. Davam etdiyi üçün uğur qazanmış olur. Və qətiyyətlə disiplin nə qədər də bir-birinə bənzəsə də, əslində bu iki şey həqiqətən çox fərqlidir. Qətiyyət bir insanın bir şey qərar verməsi və heç vaxt buradan geri dönməməsi deməkdir. Disiplin isə həmin bu qərardan sonra hər gün davamlı şəkildə hərəkət etmək deməkdir. Məsələn, bir insan düşünün və bu insan ingilis dilini öyrənmək istəyir. Və burada bu bir insanın ingilis dilini öyrənmək istəməsi qətiyyət adlanır. Çünki bu insan ingilis dilini öyrənməyə qərar verir. Və hər gün oturub öyrənməyə başlayır. Hər gün lüğətdən yeni sözlər öyrənir və yaxud da tez bir zamanda yeni kitablar oxuyur və yaxud da daim öyrənməyə açıq bir şəkildə hər gün davam edir. Bu isə disiplin adlanır. Yəni sizin də bildiyiniz kimi qətiyyət istiqaməti müəyyən edir, disiplin isə bu istiqamətdə bir insanı hərəkətdə saxlayır. İndi isə sizin bir gəmi təsəvvür etməyinizi istəyirəm və bu gəmi sakit havada çox rahat şəkildə idarə oluna bilir. Bir kapitan gəmini sakit havada, yəni az dalğalı, kiçik dalğalı və küləyin az olduğu bir havada bu kapitan gəmini rahat şəkildə idarə edə bilir. Amma əsl kapitan sakit havada deyil, çətin fırtınalı havalarda yetişdirilir. Və bu kapitan bu gəmini dalğalı, fırtınalı, ildırımlı havalarda, qaranlıq havalarda idarə etməyə çalışır. Və burada da qətiyyət ortaya çıxır. Və burada qətiyyət küləyin olmaması demək deyil. Burada qətiyyət böyük dalğaların olmaması demək deyil. Burada qətiyyət bir insanın, yəni kapitanın sükanı saxlaması və yola davam etməsi deməkdir. Yəni burada sizin gördüyünüz kimi, sakit dəniz heç vaxt böyük bir kapitan yetişdirmədiyi kimi, rahatlıq zonası da böyük bir insan yetişdirmir, yəni uğurlu bir insan yetişdirmir.
Bunun üçün də siz hər gün çalışmalısınız, hər gün disiplinli bir şəkildə istəsəniz də istəməsəniz də davam etməlisiniz. Və qətiyyət hər kəsin bildiyi kimi sadə bir his deyil. Bu qətiyyət bir insan özünə verdiyi sözə sadiq qalması deməkdir. Motivasiya gəlib keçə bilər, yüksək olub alçaq ola bilər, həvəs gəlib keçə bilər. Amma qətiyyət, yəni bir insanın qərar verməsi, o insanın verdiyi sözə sadiq qalması deməkdir. Yəni bir insan bir işə başlayırsa, bu işi bitirmək üçün hər gün çalışmalıdır. Hər gün o verdiyi sözü tutmaq üçün hər gün istəsə də istəməsə də addımlar atmalıdır. Və bir çox insan isə bu qətiyyət bacarığından istifadə etmədiyindən ilk maneələrdə, ilk çətinliklərdə tez bir zamanda geri çəkirlər və rahatlıq zonasına düçar olub heç bir zaman uğur qazanmaq üçün addım atmaq istəmirlər. Amma həqiqətən də əsl qətiyyətli olan insanlar, əsl uğur qazanmaq istəyən insanlar verdiyi sözə sadiq qalıb, həvəsdən asılı olmadan, motivasiyadan asılı olmadan hər gün verdiyi qərara, verdiyi sözə sadiq qalaraq hər gün davamlı şəkildə addım atan insandır. Və təbii ki, bu çətinliklər həmin o qətiyyətli insanların qarşısına çıxır. Amma əsas fərq burada yaranır. Qətiyyətli insanlar bu çətinlik çıxdığı anda belə verdiyi sözə sadiq qalaraq bu çətinlikləri keçmək üçün hər gün çalışırlar. Dünyada bir çox insan var ki, onlar potensialı yüksək olub, amma yenə də başladığı işi yarımçıq qoyublar. Onların əsas problemi bacarıqsız olmaları demək deyil. Onların əsas problemi başladıqları işi davam etdirməməsidir.